Əziz şagird yoldaşlar, dəyərli dinləyicilər və doğma kəndimizin, vətənimizin sabahına inanan hər bir soydaşımız. Sizi salamlayıram. Gələcəyin işığı FM-in efirindədir, Səfərli Nigar. Bugün efirimizdə səslənən hər bir cümlə, hər bir fikir təkcə söz deyil, bu tariximizin, dövlətçiliyimizin, xalqımızın böyük qürur sallanmasının səsi, nəfəsi və ruhudur. Bəzən tarixdə elə anlar olur ki, illərlə, 10 illiklərlə aparılan mübarizənin səbri və inamın nəticəsi bir gün içində təbəssüm tapır. Bugün də elə həmin möhtəşəm tarixlərdən biridir. Bugün biz 15 oktyabru həm müasir Azərbaycan dövlətçiliyinin simvolik bir başlanğıc gününü, həm də milli qürurumuzun, dövlətimizin suverenliyinin əbədi rəmzini xatırlayırıq. 15 oktyabr 2003-cü il Azərbaycan tarixində dönüş nöqtəsi. Bu tarixdə xalq öz mütləq seçimi ilə cənab İlham Əliyevi ölkənin prezidenti seçdi. Bu sadəcə bir seçki deyil, xalqın gələcəyə olan inamının, dövlətçiliyə olan sədaqətinin təntənəsi idi. Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq bugünün məhz İlham Əliyevlə başlanması Azərbaycanın sabitliyin, inkişafı və qüdrətin yeni mərhələsinə daşıdı. O dövrü xatırlayaq. 11-ci əsrin əvvəlləri idi. Gənc dövlətimiz müstəqilliyinin ilk illərini geridə qoymuş, amma regionun mürəkkəb siyasi mənzərəsində öz yerini qorumaq üçün güclü, iradəli və uzaqgörən liderə ehtiyac duyurdu. Və xalq bu lideri tapdı, İlham Əliyev. Onun prezidentliyi ilə Azərbaycan modern dövlət idarəçiliyi modelini formalaşdırdı. Enerji siyasəti, iqtisadi islahatlar, beynəlxalq tərəfdaşlıq, ordunun yenidən qurulması. Bunların hər biri dövlət başçısının uzaqgörən strategiyasının nəticəsi idi. Hər bir islahatın mərkəzində insan, vətəndaş, Azərbaycanlı dayanırdı. Bu təkcə iqtisadi inkişafın deyil, milli oyanışın, özünə inamın, dövlətə bağlılığının yüksəlişi idi. O dövrdən etibarən güclü dövlət, güclü xalq ideyası təkcə şüar kimi deyil, real bir həyat fəlsəfəsinə çevrildi. Və illər sonra, düz 20 il sonra, 15 oktyabr 2023-cü ildə bu tarix bir daha, lakin bu dəfə əbədi olaraq xalqımızın yaddaşına həkk olundu. Məhz həmin gün Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının dövlət bayrağını ucaltdı. Bu hadisə təkcə bir mərasim deyildi. Bu, əsrlərin həsrətinin sonu idi. Bu, torpağa dönmüş qəhrəmanların ruhlarının rahat tapdığı an idi. Bu, Azərbaycan tarixinin, dövlət müstəqilliyinin və xalqın əzmini birləşdirən müqəddəs zirvə idi. Xankəndidə uzanan üç-rəngli bayraq sadəcə parça deyil, bu torpağın hər qarşına qopmuş azadlıq ideyası, milli kimliyimizin, dövlət iradəmizin nişanəsidir. O an həmin İlham Əliyevin əli ilə qaldırılan bayraq təkcə Xankəndinin deyil, bütöv Azərbaycanın qəlbində əbədi olaraq dalğalanmağa başladı. Azərbaycan xalqı bir daha əmin oldu ki, ədalət bərpa olunur, torpaq bütövlüyü təmin edilib, suverenlik bərpa olur, bayraq millətin ruhudur. Üç-rəngli bayrağımızda yaşıl həyatımızı, dinimizi, inancımızı, qırmızı inkişafı, müəssirliyi, mavi isə Türk kimliyimizi təsvir edir. Bu rənglər hər dəfə küləkdə dalğalananda sanki bizə səslənir. Unutma, sənin varlığın bu torpaqda kök atır, sənin gücün birlikdədir. Xankəndidə o bayraq qaldırılan anda təkcə bir şəhər deyil, bütün Azərbaycan ayağa qalxdı. Hər evdə, hər ürəkdə, hər baxışda bir sevinç, minnətdarlıq, bir qürur hissi vardı. O an tarixlə bugün birləşdi. Müstəqilliyin mənası yenidən dərk olundu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugün regionun lider dövlətinə çevrilib. Əgər 2003-cü il xalqın inamının başlanğıcı idisə, 2023-cü il bu inamın qələbəsidir. Bu təsadüf deyil. Bu ardıcıl, elmi əsaslara söykənən siyasətin nəticəsidir. Onun rəhbərliyi ilə iqtisadiyyat 3 dəfədən çox artdı. Ordu dünyanın ən güclü orduları sırasında yer aldı. Beynəlxalq səviyyədə Azərbaycan etibarlı tərəfdaş, sülh və sabitliyin dayağı kimi tanındı. Bugün biz fəxrlə deyirik ki,
Azərbaycanın adı regionda sabitliyin sinonimidir. Prezident 15 oktyabr 2003-cü ildə Xankəndidə çıxış təkcə dövlət başçısının nitqi deyil, bir millətin manifesti idi. Azərbaycan xalqı bu tarixi ədalətli bərpa etdi. Bu torpaqlar bir dəfəlik, əbədi olaraq Azərbaycanındır. Bu sözləri illərlə davam edən mübarizənin son nöqtəsi və yeni mərhələnin başlanğıcı idi. Bugün Qarabağ yenidən həyatla doludur. Kəndlər bərpa olunur, yollar salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir. Hər daş, hər ağac, hər uzalan bir bina bir ümiddir. Bir əzmli gələcəyin göstəricisidir. Prezidentin dediyi kimi, bir Qarabağı dirçəldəcəyik. Qarabağ əvvəlkindən də gözəl olacaq. Bugün Xankəndidə, Şuşada, Laçında, Zənginanda, Cəbrayılda yenidən Azərbaycan nəfəsi duyulur. Azan səsləri, məktəb zəngləri, uşaq gülüşləri yenidən bu torpaqlarda eşidilir. Bu səslər vətənə olan məhəbbətin, dövlətə olan sədaqətin ən gözəl simvollarıdır. Əziz dinləyicilər, xüsusilə yaşlılarım, gənclər, biz bu tarixi anların şəhidiyik. Biz elə bir dövlətdə yaşayırdıq ki, artıq müstəqillik sözünün mənası kitabda deyil, həyatın özünə yazılıb. Bizim borcumuz bu qələbəni qorumaq, onun elmimizlə, zəhmətimizlə, düşüncəmizlə davam etdirməkdir. Bugünkü Azərbaycan gənci, texnologiyanı bilən, tarixini sevən, dilinə, mədəniyyətinə, dövlətinə sadiq bir gəncdir. Prezident İlham Əliyevin gənclərə göstərdiyi etimad bizim üçün həm məsuliyyət, həm də ilham mənbəyidir. Biz gələcəyin mühəndisləri, müəllimləri, alimləri, hərbiçiləri, bu dövlətin parlaq sabahını qazanan şəxsi. Azərbaycan dövlətçiliyi bugün bir amal üzərində dayanır. Xalq və dövlət birliyi. Prezident İlham Əliyev bu birliyi təkcə sözdə deyil, əməli addımlarla sübut edir. Hər bir bölgəyə, hər bir kəndə, hər bir ailəyə dövlət qayğısı çatır. Bu, ədalətli, güclü və sosial məsuliyyətli dövlət modelinin ən gözəl təcəssümüdür. Xalqın etimadı, dövlətin qayğısı, ordunun qüdrəti və gəncliyin enerjisi. Bu dörd sütun üzərində Azərbaycan sabahını inşa edir. Hər birimiz bu sistemin bir hissəsiyik və onun qorunması bizim borcumuzdur. Bir anlıq düşünək, Xankəndidəki bayram mərasimi zamanı orada toplanan insanların gözlərindəki ifadə nə idi? O baxışlarda həm kədərin izləri, həm də qürurun işığı vardı. Bir ata oğlunun şəhid fotosuna baxaraq, sənin arzun gerçək oldu, deyildi. Bir ana əlində bayraq tutub, oğlumun qanı yerdə qalmadı, deyildi. Bu səhnələr xalqın yaddaşında əbədi yaşayacaq. O günün havası da, küləyi də, sükutu da fərqli idi. Sanki bütün Azərbaycan bir nəfəsdə, bir ürəkdə birləşmişdi. Və o nəfəsin adı idi qələbə. Bugünün dünya siyasətində Azərbaycanın rolu möhkəmlənib. Regionda sabitlik, enerji təhlükəsizliyi, mədəni diplomatiya, bütün bu istiqamətlərdə ölkəmiz nümunə kimi göstərilir. Xankəndidəki bayraq qaldırma mərasimi dünyaya bir mesaj idi. Azərbaycan suverenliyini özü təmin edir və heç bir güc bu haqqı əlimizdən ala bilməz. Bu həm də beynəlxalq hüququn, ədalətin və tarixi haqlılığın təntənəsi idi. Azərbaycanın səsi artıq bütün dünya tributlarından eşidilir. Əmin qeyriyyətli və haqlı səs kimi. Hörmətli dinləyicilər, əziz müəllimlər və dəyərli şagirdlər, bugün biz bir daha tariximizin şahidi olduq. Bir daha dərk etdik ki, bu torpaq yalnız əzm, vətən sevgisi və liderin uzaqgörən siyasəti ilə qorunur. 15 oktyabr həm başlanğıcdır, həm də zirvə. Bu tarix xalqın iradəsinin, dövlətinin qüdrətinin, azadlığın sarsılmaz rəmzidir. Xankəndidəki dalğalan bayraq hər birimizin qəlbində yaşayan inan bayrağıdır. O bayraq bizə deyir ki, Azərbaycan artıq geri dönməz bir yoldadır. İnkişafın, sülhün və milli həmrəyliyin yolu. Bugün biz sabahı bizik. Vətəni xidmət etmək yalnız silahıyla deyil, birliklə, əməyimizlə, dürüstlüyümüzlə mümkündür. Unutmayaq ki, hər birimizin kiçik addımı birgə olanda böyük tarix yaradar. Mən Səfərli Nigar, Yuxarı Lüğəvi Kənd Tam Orta Məktəbinin 7A sinif şagirdi. Bugün efirdə səsləndirdiyim hər kəlməni gələcəyi ünvanlayıram. Gələcək nəsillər üçün, azad Azərbaycanın gələcəyi üçün.
Qoy bu efirdən yayılan hər səs bir ümid cırağı kimi yanır, hər ürəyə bəxş